çörək alıram, çörək alıram. Məsələn, qara çörək almalıydım, ağ çörək almıram. Məsələn, gəldim, evdə soruşurlar ki, ben niyə qara çörək almamışsan? Deyirəm ki, yox idi. Uşaq deyir ki, niyə yalan danışırsan? Deyir, sən baxmadın axı, var idi orada. Ha, görürsən, artıq o məni ifşa eləyir. Yəni, sözlə də, fikirlə ifşa eləyir. O azadlığı. O gələcəyimizdir, o gələcəkdir. Yoxsa, amma bir keçmiş nə deyir? Bir kes səsinə, Atan nə dedi o? Atan üzünə qayıdır bu. Camının belə çox fərli bir atası var, çox müstəmləkə zehniyyətdir, nə bilim, tüm məğlub olmuş bir nəsil, heç nəyə nail olmamış bir nəsil, işğalçı bir zehniyyətə sahib, kölə. Hələ bir oğla da deyir ki, mənim tərbiyəmlə get. Sən tərbiyən var. Nədir sənin tərbiyən? Neynəmsən? Kölə zehniyyətə sahib bir tərbiyə. Hələ bir oğlu da bunu davam eləməlidir. Bu köləliyi, bu əsarəti, bu işğalı, bu zülmü. İstənilən məsələdə, istər gənclik olsun, istər ümumiyyətlə insan. İntellekt, üstə gəl azadlıq. Əgər azadlığın yoxdursa, sən intellektin xədim intellekt olacaq. İxtiyarsız intellekt olacaq. Yəni yaratmaq gücü olmayan bir intellekt olasın. Amma azadlığın olanda sən yaratmaq iqtidarında olan bir intellektə sahib ol. Azərbaycan dolu səy-səy intellektuallarla, kölə intellektuallarla. Evində, eşiyində, qonum, qonşunun, hamının, ətrafında hamının köləsidir bu. Amma insan azadlıq onda, bəzən deyilə başa düşür, azadlıq elə qışqırıb onun üstünə cummaqdır. Yox. Sən öz fikrinlə, bayaq o, mən niyə işığa tabi, o qırmızı işığa bu qədər tabi, o mən niyə belə kölə vəziyyət, fikirlərinlə, düşüncələrinlə fikir deyirsən, də söz deyirsən, öz fikirlərinlə düşüncə buxovlarını vurursan, dağıdırsan, qayda, qanunları, sənə yüklənən o proqramlara tabi olmursan, soruşursan, suallar verirsən. Məsələn, biri deyir, çox vicdansız adam, deyirsən bir dəqiqə deyəm, vicdan nədir? Sən ona sübut edirsən ki, özü vicdanın nə olduğunu bilmir. O ona deyir, əxlaqsız adamsan. Deyirsən bir dəqiqə, de görüm əxlaq nədir? Sübut edirsən ki, o özü heç əxlaqın nə olduğunu bilmir. Tabi olmursan da bu insanlara, bu düşüncəyə. Və xəyanət, bir dəqiqə, sübut edirsən ki, sən heç bilmir xəyanət nədir. Elə bilir ki, elə bir xəyanət, bayaq dedim, çox yekəsiz. Sən getdin, vətənə xəyanət elədin, dövlətə xəyanət elədin, başa düşürsən, yekəsiz. Orada nə bilim bir qız gedib başqa bir oğlanla yatıb, bu da bu xəyanət düşüb deyil. Yatıb yaxşı, sən də ged özünə bir qız, ayrı bir qız da. Özünü öldürməlisən.